Əslində biz hər birimiz azad olduğumuzu ya düşünməkdən, ya da reaksiya vermək üçün, yəni başqaları bizim azad olduğumuzu düşünsünlər deyə nəsə etməkdən xoşumuz gəlir. Məsələn, maraqlı bir nümunə gətirəcəm futboldan. Yəqin ki, penaltinin nə olduğunu futbolda çoxlarınız bilirsiniz. Yəni 11 metrlik cərimə zərbəsi deyirlər başqa bir adı ilə və bu zaman qapıçılar bir çox hallarda yerlərində dayanmırlar. Ya sağa, ya da sola doğru müəyyən bir hərəkət edirlər. Halbuki bir çox hallarda əslində penalti zərbəsini yerinə yetirən futbolçular topu mərkəz nöqtəyə yönəldilər. Niyə? Çünki bu daha rahatdır və daha çox zəmanət gətirir. Çünki qapıçılar hərəkət edir. Amma əslində qapıçı yerində dursa, yəni o topu saxlama ehtimalı daha yüksəkdir faiz etibarilə. Lakin qapıçı fikirləşir ki, əgər mən yerimdən tərpənməsəm, azarkeşlər düşünəcəklər ki, mən komandanın uğuru üçün heç nə eləmirəm. Ona görə də mən ya sağa, ya sola hərəkət edeyim. Nəticədə desinlər ki, düz tapmadı, cəhd göstərdi, alınmadı, ya da bəlkə təsadüfən futbolçunun zərbə endirdiyi istiqamətlə eyni tərəfə doğru yönələrəm və nəticədə topu xilas edərəm.